deyənə bu mövzuyu mən də müzakirə etmək məcburiyyətində qaldım. Niyaməddin Musayevin barlarda, resto barlarda, gecə klublarında, sonra harda dedi? Azər yadıma publarda Nə qədər ayıbdır, ayıb, çıxış, çox ayıb. resto barlarda çıxış etdiyini dedi. Mən heç cür bunu inana bilmədim, etirazımı bildirdim Cəmilə xanıma. Amma Cəmilə xanım iddialıydı, özünüz də gördünüz. Mən də baxdım, ümumiyyətlə Cəmilə xanım mədəni qadındır, mən onun xətrinə, amma danışanda bilsin kimlə danışır. O da var da, indi gənc müğənnilər var, o qədər müğənni, onlardan danış. Niyaməddin müəllimə sən niyə, nə bileyim? Və iddialı şəkildə deyib gördüm. Heç mən inanmadım, mən yazdım ki, mən inanmıram. Niyaməddin müəllimi heç nə yaraşdırar, nə də inanaram. Getdiyim yer 300 nəfər, 400 nəfər olan yerdir. O başqa. Ailəvi məkanlar. Gecə klubu deyirsiniz. Bəli. Yaxşı, burada başqa cür nə ola bilər? Başa düşdünmü? Yəni insanları təbəqəyə bölmək olmaz. Onlar da məni görmək istəyir, sevir. Amma o Cəmilənin dediyi ki, məkan deyil. o ayrı şeydir. Orada mən ayıb olar, mən gedim elə yerlərdə oxuyayım. Mən indiyəcən öz nüfuzumu qoruyub saxlayan bir adamam. Bəli. Amma o elə şeylər deyib ki, mən heç baxmamışam ona. Amma mənə deyirlər ki, Mən çox məyus oldum. Yəni sizin verilişinizdə olub. Siz də onun cavabını vermişsiniz. Yəni mən oxuduğum yer Tarnad olub, onsa Altın Saray olub məsələn. Tutaq ki, böyük ailəvi yerlər olubsa. Yəni olurmu bu gecə? Yəni xalqdır da, Bəli. mən o xalqı bir-birindən ayıra bilmərəm. Mən xalqa məxsus adamım, hər birimiz xalqa məxsus adamıq. Başına xalq istəyir ki, müğənniləri görsün, eşitsin onları təbəqələrə Amma bölmək. getdiyiniz məkanları Amma o harada dedi ki, bilirsiniz, söz ayıbdır, o qəti. Olmaz, sənətkar haqqında demək olmaz. Mən üzr istəyirəm, Niyaməddin müəllimin nəvəsi yaşdayam. Amma biz Niyaməddin müəllimin mahnılarını eşidərək böyümüşük. Bəli, elə indiki nəsil də, indiki nəsil davam də. edir. Və bayaq da qeyd elədik, Azərbaycan milli estradasının Təməlini qoyan. Bəli, Niyaməddin müəllim qoyubdur. Düzdür, bəlkə də Cəmilə xanım onu, mən onunla çox yaxınam, amma ki, lazım deyil. Niyaməddin müəllim dövlət tərəfindən dəfələrlə təklif olunubdur. Niyaməddin müəllim o halda da deyir ki, bu yaşda dursun, getsin publarda, gecə klublarında oxusun. Onun neyinə lazımdır gecə klublarında oxumaq? Hansısa bir ailəvi məkanlara gedibdir, özü də qeyd Orada da hər elədi. kəs çıxış edir. Hamı çıxış edir, dəvət edə bilər. Ailəvi də olmasa, gənclər olub, hamısı olublar, bir 200-300 nəfər insan olub. Mafiya klub falan olmuyor. Dən Niyaməddin müəllim. Ona görə açıqlama verirəm ki, cəmaata səhv gəlməsin. Orada vurğulayıbdır ki, səhv eləmirəm, dünən baxdım, mən də çox əsəbləşdim, qarşıma çıxdı. Mümkündürsə o hissəni birdən bəzi tamaşaçılar səhv anlayar, düzgün anlamaz. Azər bəy, varmı o hissə? Bir dənə o hissəni gəlin verək Cəmilə xanımın öz dilindən nə deyib? Sonra deməsinlər ki, təhrif olunmuş formada tamaşaçılara məlumat çatdırırlar. Gəlin Cəmilə xanımın dediklərini birlikdə izləyək. Hamıda bir müğənnilər orada. Gecə klublarında mı? Əlbəttə. Niyaməddin Musayev hal-hazırda oxuyur. Gecə klubunda mı? Bəli, o populyardır və populyarını da qoruyub Niyaməddin Musayev saxlayır. gecə klubunda oxuyur. Oxuyur, hər yerdə oxuyur. Niyə belə baxırsan ki? Dünya sənin, dünya mənim üçün ölür hamısı. Niyə belə baxırsan? Gecə klubu. Niyaməddin Canlı mı Musayev oxuyur? Yox da, indi hamısı. Fonogramını Öyle qoyur. canlı okumağı da bacar. Yox, Yəni, gecə klubunda saat neçədə başlayır bu gecə? fərqi nədir ki? 12-dən sonra. 12-dən sonra Niyaməddin Musayev gedir mahnı oxuyur. Bəli. Niyə oxumasın? O boyda sənətkar. Mən də gedirəm. Nə olsun? Sənətkarıq nə üçün? Pul qazanmağa gedirik də. Pul gecə klubundadır. Kimi sevir gənclər. Orada gedir oxuyur. Mən inana bilmirəm ki, Niyaməddin Musayev, buradan inanmırsan? salamlayıram sənətkarı. Niyə? Azərbaycan Restoranda da musiqisini oxuyur, orada da oxuyur. Bir yerdə oxuyuruq. saysız, hesabsız Bir yerdə musiqilərlə bəhrələndirən Nə olsun? Niyaməddin Niyə Musayev oxumasın? Sual verirəm. bütün dünyada musiqiləri tanınır. Olsun, niyə oxumasın? Gecə 12-dən sonra. Nə olsun? Gecə klubunda. Nə olsun? Mən Sual inana verirəm. bilmirəm. İzlədik, orada bir hissəsini çox nahaq kəsmişsiniz. Orada o
barda, restobarda, klubda Aha, kərə bunu deyim. o hissəni də Üzr istəyirəm, Niyaməddin müəllim, orada vurğulayır ki, Cəmilə xanım deyə bir yerdə oxumuşuq. Siz duet oxumusunuz birlikdə. mikrofon. O vurğulayır ki, o Yox, vurğulayır ki, duet bir yerdə oxumamışam. mənə bildim, bəlkə də Bir bir mehmanda O yəqin. demək istəyir ki, yəni ki, Niyaməddin kimi böyük oxuyanlar Hə, gedib ora- oxuyur. O məntiqi demək Hə istəyir. də, hə. Amma elə yerlər yox. 200-300 nəfər ən aşağısı, 400 nəfər gənclərdir, insanlardır. Oturanlar orada, nəslin yaşlı, nəslin adamları da var orada. O gecə klubu nədir, mən başa düşmürəm o nə deməkdir. görürsünüz. Mən kinoda Dəyərli sənətkar heç bilmir ki, O gecə klubu nədir, kadrıdır, o marketinqdir, başa Kinoda düşmürəm. görmüşəm. Dəvət Klublarda eləyiblər, üzürlər. mən də getmişəm.